Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan Yapı Mərkəzi ilə Caspian Capital Holding arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilən Yapı Mərkəzi Azərbaycan şirkətinin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, iş adamları, beynəlxalq tərəfdaşlar və media nümayəndələri iştirak ediblər. İlk növbədə nəzərə çatdırmaq istəyirəm ki, bu gün Yapı Mərkəzi Türkiyə şirkəti bu bilirsiniz ki, Türkiyədə çox tanınmış infrastruktur, inşaat və mühəndislik şirkətlərindən biridir və bu gün Caspian Capital Holding ilə birlikdə əməkdaşlıq çərçivəsində bu şirkətin Azərbaycan təmsilçiliyi yaradılır və bilirsiniz ki, bu günlərin müasir dövrün tələblərinə uyğun Azərbaycanın əldə etdiyi nailiyyətlər, regional layihələrin həyata keçirilməsi, burada bir çox Azərbaycanın iqtisadi nöqteyi nəzərdən cazibədarlığını artıran layihələrin icrasını gündəmdə olmasını nəzərə alaraq bu qəbildən olan tədbirlərin, bu qəbildən olan şirkətlərin, birgə müəssisələrin yaradılması əlbəttə ki, aktualdır. Və bu baxımdan bu gün yaradılacaq şirkət Azərbaycanda istəyir nəqliyyat layihələrinin, infrastrukturlarının, istər tunel tikinti, metro tikinti, istər qatar yollarının, sürətli qatar yollarının inşası baxımından layihələrdə iştirakına şərait yaradacaq və konkret zaman və məkan çərçivəsində bu dediyimiz layihələr üzrə inkişafa doğru istiqamətdə öz layihələri ilə xalqımızı töhfələndirəcəkdir. Bilirsiniz ki, kifayət qədər ölkəmizdə tədbirlər var. Əsasən Azərbaycan bu gündən bilirsiniz ki, şərq-qərb arasında ən elastik dəhlizlərdən biridir. Həm elastik zaman baxımından daşınma nöqteyi nəzərdən, eyni zamanda da qiymət əmələ gəlmə prosesində kifayət qədər mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Əlbəttə ki, bu dəhlizlərin aktual olması üçün mütləq şəkildə dediyimiz layihələrdə şaxələnmələr mütləqdir. Bu şaxələnmələr istiqamətində düşünürəm ki, iştirakımız kifayət qədər olacaqdır və konkret zaman və məkan çərçivəsində öz töhfəmizi verəcəyik. Tədbirdə çıxış edənlər bildirib ki, Yapı Mərkəzi Azərbaycan şirkəti yerli bazarda müasir texnologiyaların tətbiqinə, qabaqcıl mühəndislik həllərinin həyata keçirilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək. Şirkət ölkədə icra olunacaq nəqliyyat, şəhərsalma və sənaye infrastrukturu layihələrində fəal iştirak etməyi hədəfləyir. Təqdimat zamanı şirkətin gələcək fəaliyyət istiqamətləri, strateji məqsədləri və planlaşdırılan layihələri barədə ətraflı məlumat verilib. Sonda Yapı Mərkəzi ilə Caspian Capital Holding arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rəsmi hissədən sonra tədbir iştirakçıları arasında işgüzar görüşlər və fikir mübadiləsi davam edib.